türk sözlərindən istifadə eləməyə necə baxırsınız? İnsanın öz doğma dilində səlis danışması, onun bir də vətənpərvərliyini göstərən cəhətlərdəndir. İnsanın şəxsiyyətinin isə təməl prinsiplərindən biri mənim düşüncəmdə və birincisi vətənpərvərlikdir. İnsan vətənini sevmirsə, ona heç vaxt bütöv şəxsiyyət demək olmaz. Böyük bir kütlə, həkimlər kütləsi yaranıb. Bütün sosial şəbəkələri açırsan, birdən insana elə gəlir ki, bunlar hamısı Türkiyədə oturub uzmanlıq eləyən, özləri demişkən mütəxəssislərdir, hansılar ki, yalnız Türkiyə türkcəsində tibbi terminləri istifadə etməklə bunlar məsələn gedib Türkiyədə təhsil alıb gələn insanlardır. Türkiyə türkcəsində terminlərlə falanlarla danışırlar. Gənclərin, fərqi yoxdur, tələbələrin, şagirdlərin öz dilini zənginləşdirməsi üçün ən çox hansı üsullardan istifadə etmələri daha məqsədə uyğundur? Heç şübhəsiz ki, ilk növbədə mütaliədir. Yeni nəsil gənclər çox sevirlər motivasiya ədəbiyyatını, amma bu motivasiya ədəbiyyatı da tərcümə ədəbiyyatıdır, elə deyilmi? Və bu tərcüməçilər kimlərdir? Bunlar nə qədər Azərbaycan dilinin qanunlarına tabe olublar, nə dərəcədə edə biliblər bunu? Bu artıq yəni sual altındadır. Əvvəlki illərdə tərcümə işinə dövlət siyasətinin tərkibi kimi baxılırdı. Yeni sözlərin gülüş obyekti olmaqdan çıxıb dilimizə keçmək üçün işlədilməsi lazımdır. Tamamilə doğrudur. İnsanlar buna alışmalıdır, bunu görməlidir, eşitməlidir, oxumalıdır. Yəni buna qulağımız öyrəşməlidir ki, bu sözlər bizə gülünc gəlməsin ya da gülüş obyekti kimi gəlməsin.